Ya Allah. Salam, hər vaxtınız xeyir. Doyan və doymayan buxar mövzusundan növbəti maraqlı bir sual işləyəcəyik. Bir içərisində su və onun üzərində doyan su buxarı olan silindrik qab metal manometrlə birləşdirilmişdir. Sabit temperaturda. Deməli, temperatur qeyd edilir ki, temperatur konstantdır. Sabit temperaturda Porsche'nin buxarın həcminin V1 bərabərdir V-dən, yəni ilk başda buradaydı. V2 bərabər 3V'yə qədər hərəkət etdirərkən manometrin göstərişi dəyişmədi. Deməli, baxın uşaqlar, V-dən 3V'yə qalxan zaman həcm 3 dəfə artıb. Həcm 3 dəfə artmasına rəğmən, yəni baxmayaraq, bizdə təzyiq dəyişməyib. Deməli, həqiqətən də doyan buxarda həcm artanda, təzyiq dəyişmir və biz demişdik ki, təzyiq həcmdən asılı deyil, təzyiqdir, konsentrasiyada sıxlıqdır, həcmdən asılı deyil doyan buxarı üçün. Deməli, nə baş verir? 3V'yə qədər artırıblar, heç bir dəyişiklik baş verməyib. Lakin deyir ki, V2 həcmdən, yəni 3V'dən sonra 5V'yə qədər artıran zaman artıq təzyiqdə bir dəyişiklik baş verir. Deməli, artıq bu doyan buxar halından çıxır. Getdikcə buxarlanma çoxaldığına görə artıq keçəcək, deməli, 3V'dən 5V'yə gedəndə artıq nəyə çevrilmiş olacaq bu? Doymayan buxara. Doymayan nədir bəs? Yalnız qazdır. Deməli, nə edirik? Deyir ki, bir vəziyyətində 20 qram buxar olarsa, 3 vəziyyətində buxarın kütləsini hesablayaq. Deməli, bir nöqtəsi üçün yazıram. Bir nöqtəsi. Bir nöqtəsində yenə deyirik. Bax, M buxar. Buxarın kütləsi bizə nə qədər verilib? 20 qram. Və suyun kütləsi nə qədərdir? M su bərabərdir X qram. Biz onu bilmirik. Deməli, həcmi 3 dəfə artırmışam birdən 2-yə gedən vaxtda. M bərabərdir rho V-yə görə. Əgər doyan buxarda təzyiq sabitsə, dedim, sıxlıq da sabitdir, düzdürmü? Sıxlıq sabitdir. Həcm 3 dəfə artdığına görə kütlə də 3 dəfə necə artacaq? Onda 2 nöqtəsində artıq buxarın kütləsi nə qədər olacaq? M buxar bərabərdir 20 vurulsun 3 olacaq 60 qram. M su bərabərdir, hələ ki bu biraz gözləsin. Deməli, nədir? Deyir ki, 3V'dən sonra isə 5V'yə qədər artıran zaman artıq təzyiqdə dəyişiklik baş verib. Deməli, bu nəyə keçib? Doymayana. Doymayana keçibsə suyun kütləsində olmalıdır. Deməli, artıq orada su qalmadı. Tamamilə qaza çevirdim. Onda suyun kütləsi olacaq bizdə 0 qram. Və biz deyirik ki, bu qapalı bir qab olduğu üçün, yəni itici olmadığı üçün, əvvəl nə qədər idisə, sonra da o qədər olmalıdır. Deməli, əvvəl bizə nə qədər idi? Əvvəl 20 plus X idi. Sonda nə qədər oldu? 60 plus 0. Onda X bərabər nə qədər olmalıdır? 40 qram. Deməli, bizim suyumuzun kütləsini soruşsaydı, bizə nə qədər olacaqdı? İlk başlanğıcda 40 qram. Yaxşı, bizə soruşur ki, 3 vəziyyətində buxarın kütləsi. 3 vəziyyətində su qalmadığına görə ümumi buxarın kütləsi nə qədər olacaq? Buxar olacaq bizdə 60 qram. Cavab 60. Buyurun yoldaşlar.